Muğam mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı layihəsi çərçivəsində xalq çalğı alətlərinin ifaçılarının ilk dəfə olaraq solo konserti keçirilib. Konsertdə Azərbaycanın görkəmli sənət və iş adamları, eləcə də xarici qonaqlar iştirak edib. Konsertin ən önəmli qonaqları isə Azərbaycan Qan Donorluğu İnkişaf Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul tərəfindən dəvət olunan şəhid anaları idi. Konsertdə Respublikanın xalq artisti Professor Şəfiqə Eyvazovanın və digər istedadlı musiqiçilərin ifaları böyük alqışla qarşılanıb. İllər öncə məhz Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun vitse-prezidenti məhz Mehriban xanımın başlatdığı muğam müsabiqələrində neçə gənclərimiz bu günləri ən məşhur ifaçılardan biridir və onun timsalında biz qeyd etmək istərdik ki, məhz Beynəlxalq Muğam Mərkəzi və orada keçirilən tədbirlərdə sağ olsun Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyi ki, bizim irsi qan xəstəliyindən xüsusən də şəhid ailələrimizi unutmurlar və bizə xüsusi olaraq fəxri qonaq kimi bizə yer ayırırlar və bu bizi çox sevindirir və xüsusi bunu vurğulamaq istərdim ki, məhz bizim irsi qan xəstəliyinə əziyyət çəkən uşaqlarımız, hansı ki o uşaqlar ay ərzində elə uşaqlarımız var ki, ay ərzində 4 dəfə onlara qan köçürülür. Biz bu cür tədbirlərdən qıraqda qalmırıq və bu da təbii ki, dövlətimizin bizə və insanlara, cəmiyyətə verdiyi bir dəyərdir. Bu muğam gecəsində bizim çox tanınmış ustadlarımız iştirak edəcək və inanıram ki, gələn izləyicilərimiz də, gələn qonaqlarımız da çox gözəl bir xoş təəssüratdan buradan ayrılacaq. Xoş halımıza ki, bu günləri biz milli dəyərlərimizi qoruyaraq belə bir konsertlərdə, Xeyriyyə adlı bir konsertlərdə iştirak eləyirik. Mən dərin təşəkkürümü bildirirəm. Burada böyük rol alan Azərbaycan Qan Donorluğu İdarə Heyətinin sədri Fuad Rəsulova və dövlətimizin, millətimizin, başda cənab prezidentimizə təşəkkür eləyirik. Mehriban xanımın xeyriyyəçiliyinə, o yolla getməyimizə görə, onun yanında olmağımıza görə özümüzə borc bildiyimiz üçün bir daha yenə təşəkkür eləyirik. Allahımıza təşəkkür edirik ki, bugün bunu bizə yaşadır, həmd olsun. Allah şəhidlərimizin ruhunu şad eləsin. Çünki şəhidlik belə böyük zirvədir. O da bizim bir ənənəmizdir ki, şəhidlərin yolu ilə gedirik, onlara necə deyim, kömək oluruq, onların ailələrinin yanında oluruq.